üzücü xəbər eşitdim. Bir sənətkar bir xanım sənətçimiz rəhmətə getdi. Zahidə, Allah qəni-qəni rəhmət eləsin, yaxınlarının başı sağ olsun və mənə oradan... Salam değerli dostlar, hər vaxtınız xeyirli və uğurlu olsun. Allah hər kəsi qorusun, amin inşallah. Dostlar, bu xəbərə inanmayın. Belə bir başlıqla yazıblar, qoyublar ki, Zahidə xanımın, Zahidə Günəşin şəklini qoyublar ki, güya dünyasını dəyişib, Allah eləməsin. Bu Zahidə deyil, dünyasını dəyişir, əziz dostlar. Şəklini görürsünüz. Bax, budur, bu Zahidədir, müğənnimiz. Allah rəhmət eləsin. Zahidə Məmməd Salahova. Götürüb, Zahidə Günəşin şəklini qoyublar. Ayıbdır. Ayıbdır. PR xətrinə, like xətrinə ayıbdır belə şey. Adı da bilmirəm qızın nədir orada. Qız profildir, fake profildir. O yax danışdım Zahidə Günəşdən. Allah qoysa hazırlaşır 31 dekabr ad gününə. Ayıbdır, belə şey eləməyin. Nəyinsə xətrinə götürüb burada paylaşım verirsiniz. Orada o Kərim danışır, o da o Zahidəni demir. Məmməd Salahovanı deyir. Zahidə Günəş demir ki orada. Bütün yazığın qohum məqrəbsi hamısı qorxub götürüb zəng vurur Zahidə Günəşə. Nə olub bəs, nə olub bəs. Olmaz belə şeylər. Özü də əsəbləşmişdi bir yaxlarının telefonla danışanda, Zahidə xanımın əsəbi idi, gördüm ki. Yəni bilin ki, bu xanımdır dünyasını dəyişən, bu müğənnimizdir. Allah rəhmət eləsin, Allah dünyasını versin, amin inşallah.